Türkiyədə təhsilin iki yolu var. Bu iki yolun biri dövlət təqaüd proqramı hesabına oxumaqdır. İkincisi isə fərdi hesab, yəni şəxsi öz hesabına oxumaqdır. Bunlardan əlbəttə məsləhətlisi və daha az, belə deyim də, xərc tələb eləyəni, hətta deyərdim heç xərc tələb eləməyəni təqaüd proqramı. Təqaüd proqramında əlbəttə Azərbaycan dövlətinin də dövlət təqaüd proqramı var və eyni zamanda Türkiyə dövlətinin də, Türkiyə Cümhuriyyətinin də Türkiyə bursları deyilən təqaüd proqramı vardır. Mən məsələn həm magistratura təhsilimdə, həm doktorantura təhsilimdə Türkiyə burslarından yararlanmışam. Yəni Türkiyə Cümhuriyyətinin təqaüdü hesabına oxumuşam və şərtlər necədir, əsas nələrə diqqət edirlər, bunu belə izah edeyim. İldə bir dəfə müraciət haqqınız var. Yanvar ayının 10-undan fevral ayının 20-sinə qədər 40 günlük bir müddətdə müraciətinizi bir səhifə onlayn şəkildə Türkiyə burslarının saytında qeydiyyatdan keçməklə məlumatlarınızı ora əlavə edirsiniz və müraciət edirsiniz. Onlar nəyi qarşılayır? Deməli, sizin universitet xərclərinizi qarşılayırlar, universitetə heç bir ödəniş ödəmirsiniz. Əlavə olaraq sizi yataqxana ilə təmin edir, gündə 2 dəfə pulsuz yemək verir. Əlavə olaraq sizə bizim pulla indi 300-400 manat bir növ cib xərcliyi verir, təqaüd verir. Onun xaricində tam sığorta ilə sizi təmin eləyir və eyni zamanda məsələn deyək ki, siz xəstəxanaya getdinizsə, orada hər şey pulsuzdur sizin üçün, hətta əməliyyatlara qədər. Eyni zamanda yazılan reseptlər, xəstəxanadan ki, reseptlər yazılır, məsələn xəstə dərmanlar, bu dərmanlar da sizin üçün pulsuz olur. Sadəcə kiçik bir xidmət haqqı var, nə bilim 10-15 TL, 1 manat, 2 manatlıq belə bir xidmət haqqı. Yəni qısacası Türkiyə bursları məsələn Azərbaycanlılar üçün Türkiyədə gedib təhsil almaq üçün çox ideal bir sistemdir. Həm bakalavr üçün gedə bilərsiniz, həm magistratura üçün, həm doktorantura üçün gedə bilərsiniz. Mən hər ikisini də istifadə etmişəm, magistr və doktoranturada. Bunun xaricində Türkiyə bursları sizə elmi ki, bir növ sizin üçün bir təşviqat aparır. Yəni hər il konfranslar düzənləyir, orada simpoziumlar keçirilir, ora siz jurnallar çıxardırlar, elmi məqalələr yayınlada bilirsiniz. Bunların hər birini pulsuz eləyirsiniz. Və bu sizə elə bir ki, pul vermədən elmdə inkişafı öyrədir. O baxımdan heç bir əlavə xərc çəkmədən həmin müraciət edirsiniz. İki əsas kriteriya var. Bir sizin, məsələn deyək ki, magistraturaya müraciət edirsinizsə, bakalavrdakı ortalama balınız və deməli sizin sosial aktivliyiniz. Bunlar çox önəmlidir. Bu iki kriteriya çox önəmlidir. Ondan sonra həmin elə bir ki, siz müraciətlərinizi sayta ki, yükləyirsiniz, məlumatlarınızı. Onun mütəxəssislər, Türkiyəli mütəxəssislər onu yoxlayır. Uyğun olanları çağırırlar ikinci mərhələyə. İkinci mərhələ müsahibə mərhələsi, mülaqat deyilir buna. Həmin müsahibə mərhələsində artıq sizdən ümumi dünya görüşü haqqında, mövzunuz haqqında, yazmaq istədiyiniz